Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Tetricqaro bələdiyyəsində rüşvət alma ittihamı ilə 2 dövlət məmurunu saxlayıblar. İstintaqın məlumatına görə Georgiashvili kənd inzibati vahidində mer nümayəndəsi və həmin vahidin baş mütəxəssisi vətəndaşdan rüşvət kimi pul alıblar. Əvəzində isə dövlət torpaq sahəsində istirahət məkanının yaradılmasına himayədarlıq edəcəklərinə söz veriblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılır. Sözü gedən maddə 7 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Korrupsiyaya görə 2 nəfər həbs edilib. Xüsusilə Tetricqaro bələdiyyəsində Georgiashvili kəndinin inzibati ərazisində merin nümayəndəsi və həmin bölmənin baş mütəxəssisi əvvəlcədən razılaşma əsasında bir vətəndaşdan rüşvət alıblar. Bunun müqabilində dövlətə məxsus torpaq sahəsində xarici turistlər üçün düşərgə sahəsi təşkil etmək üçün mühafizə vəd ediblər. Cinayətin audio və video görüntüləri əldə edilib. Pul isə sübut kimi götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu maddə 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Qardabaninin mədəniyyət evində bir saylı ictimai məktəbin son zəng tədbiri keçirilib. Məzunlar məktəbi bitirmələrini Biz Birlikdə Niko üçün xeyriyyə kampaniyası çərçivəsində qeyd ediblər. Tədbirdə satılan biletlərdən əldə olunan vəsait Nikolozun yardımına köçürüləcək. Gecə duyğusal atmosferdə keçib və şagirdlər müəllimləri, valideynləri və dostları ilə birlikdə keçirdikləri məktəb illərini xatırlayıblar. Bugün məktəb icması üçün xüsusilə vacib bir gündür. Çünki 12-ci sinif şagirdləri bu günü şagirdimiz Nikolos Qurazbedianiyə həsr etdilər və ona sanki bütün şəhərin onun sağalmasını gözlədiyi bir gün yaşatdılar. Bugün son zəngdir, amma formatın əlverişli olduğuna və Nikoya sağlamlığı üçün lazım olan köməyi göstərə biləcəyimizə qərar verdik. Sizə orta məktəbi bitirdiyinizə görə gördüyünüz hər şeydə sizə uğurlar arzulayıram. Əlbəttə ki, bu gün Nikoya həsr olunub və birlikdə ümid edirik ki, tezliklə yenidən görüşəcəyik. Hər kəsi məktəbi bitirmələri münasibətilə təbrik edirəm. Bütün məzun siniflərinə uğurlar və bütün məqsədlərinə çatmağı arzulayıram. Gürcüstanın Səhiyyə naziri Mikhail Sarcueladze Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb. Orada tərəflər səhiyyə sahəsində həyata keçirilən və planlaşdırılan islahatları, ilkin səhiyyə sisteminin gücləndirilməsini, ümumi səhiyyə proqramını, dərmanların əlçatan olması məsələlərini müzakirə ediblər. Hans Kluge Gürcüstanda aparılan islahatları müsbət qiymətləndirərək qeyd edib ki, dəyişikliklər əhali üçün keyfiyyətli tibbi xidmətlərin əlçatanlığını və sistemin inkişafını dəstəkləyir. Professor Han Kluge ilə görüşmə imkanımız oldu. O, Avropa bölgə rəhbəridir. Onunla Gürcüstanı faydalı və əhəmiyyətli əməkdaşlıq birləşdirir. Zənnimcə, bu görüşümüzdə səmərəli oldu. Belə ki, ölkəmizdə davam edən reforma ətrafında söhbət etdik. Dünya Səhiyyə Təşkilatı ilə cənab Klugesin Gürcüstanın təcrübəsi istiqamətində maraqları böyükdür. Gələcək planlardan da danışdıq. Məncə, bu əməkdaşlıq əsasında bir çox yeni layihələr həyata keçirmək olar. İstəyirəm dəyərli görüşə görə səmimi qəlbdən nazir Mikhail Sarcueladzeyə təşəkkürümü bildirəm. İlkin səhiyyə üzrə reformanın miqyaslı və səmərəli həyata keçirilməsində onun böyük rolu var. İlkin səhiyyə bütün səhiyyə sisteminin əsasıdır ki, səhiyyə xidmətləri əhaliyə çatdırılsın. Reformanın tətbiqi uzun zaman davam edərsə, bu ölkəyə həm daha gəlişdirilmiş səhiyyə sistemi
sistemi, həm də iqtisadi cəhətdən güclü səhiyyə sahəsi bəxş edər. Biz görürük ki, Gürcüstan öz səhiyyə təcrübəsini Dünya Səhiyyə Təşkilatı vasitəsilə qlobal arenada digər ölkələrlə paylaşır. Nazir Saacveladzinin bu işdə əməyi danılmazdır. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi miqrasiya nəzarəti tədbirləri nəticəsində 46 xarici qeyri-qanuni miqrantı saxlayıblar. Qurumun məlumatına görə hüquq mühafizə orqanları müxtəlif məkan və obyektlərdə aparılan yoxlamalar zamanı Gürcüstanda qanuni əsası olmadan yaşayan şəxsləri müəyyən ediblər. Saxlanılan şəxslər hazırda Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır. Onların ölkədən deportasiya prosedurları davam edir. Arsi İctimai Kolleci Rustavidə regional sahəvi konfransa ev sahibliyi edib. Tədbir tibb bacılığı işinin çağırışları və gələcəyə baxış mövzusunda keçirilib. Konfransda səhiyyə sahəsinin nümayəndələri, tibbi kolleclərin akademik heyəti, tibb bacıları, klinik menecerlər və səhiyyə siyasəti istiqamətində çalışan şəxslər iştirak ediblər. Kollec və Rustavi bələdiyyəsi xüsusilə sosial xidmət, lakin sıx əməkdaşlıq və tərəfdaşlıq rejimində biz işimizi davam etdiririk. Bunların arasında evdə qulluq proqramının məzmunu, onun həyata keçirilməsinin prinsipləri və metodologiyası haqqında təqdimat da var idi ki, bu da bizimlə məsləhətləşmə və tərəfdaşlıq rejimində hazırlanmışdı. Ümumiyyətlə, bu kollec və onun təşəbbüslərinə gəldikdə isə bu tibb və səhiyyə idarə etmə kadrları yetişdirən çox vacib bir peşəkar təhsil mərkəzidir. Kırmızı bölgəsində də idarə etmə kadrları yetişdirilir. Təkcə Rustavidə deyil, ümumiyyətlə bölgədə demək olar ki, hər klinikada bu çox humanist və şərəfli işdə böyük uğurlar qazanan kollec məzunları ilə qarşılaşacaqsınız. Bu ilki tədbir klinik sektor, tibb bacıları assosiasiyaları və tənzimləyici qurumlarla birbaşa dialoq idi. Tələbələrə Təhsil Nazirliyinin Rustavi şəhər meriyasının Sakrebulo və Kırmızı regional administrasiyasının nümayəndələrinin dəstəyindən çox məmnunuq. Bu tələbələrimiz üçün əla bir stimuldur. İnanırıq ki, tibb bacıları kolleci və tibb bacıları assosiasiyası tərəfindən əlaqələndirilən konfrans regionda tibb bacısı təhsili və təcrübəsinin inkişafında mühüm addım olacaq. Konfransın əsas məqsədi tibb bacılığı sahəsində mövcud olan müasir çağırışların müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması və gələcək inkişaf baxışlarının formalaşdırılması olub. Bu konfrans çərçivəsində təqdim olunan sahənin mühüm bir hissəsi platforma gələcək gənc tibb bacıları üçün fürsətdir. Artıq karyera inkişafı üçün bu əla trampolinlərdən istifadə etmə imkanı əldə etmiş bu platforma gələcəkdə də davam edəcək. Beynəlxalq Tibb Bacısı Şurası bu sahədə təhsil üçün əsas meyarları müəyyən edir. Sahənin təhlükəsizliyinə və keyfiyyətinə sərmayə qoyur. Beynəlxalq Tibb Bacısı Şurasının əsas rolu bu platformaları dəstəkləməkdir. Sahənin milli səviyyədə təşviqi, beynəlxalq inteqrasiyası və inkişafı da vacibdir. Bugünkü konfrans peşəkar təhsilin inkişafının bütün sahələri, xüsusən də tibb bacısı üçün çox vacibdir. Bu, dövlətin peşəkar təhsilin inkişafına sadiq olduğunun daha bir sübutu olduğu üçün vacibdir. Bu, zəncirin mükəmməl təşkilidir. Nəzəri biliklərin təcrübəyə, fəaliyyətə və tətbiqə çevrilməsidir. Peşə təhsili nə vaxt olmalıdır? Təkcə peşə əldə etmək deyil, həm də tam reallaşma imkanı ilə bağlıdır. Bugünkü tədbirin əhəmiyyətini vurğulamaq istərdim. Səhv etmirəmsə, aprelin sonunda tibb bacısı işi tənzimlənən peşə elan edildi ki, bu da bir daha bu peşənin əhəmiyyətinə diqqət çəkir və düşünürəm ki, bu təşəbbüs çox yaxşıdır və bu peşənin daha da inkişafına töhfə verəcək. Daha çox insan bu barədə məlumat əldə edəcək. Ümumiyyətlə düşünürəm ki, bu istiqamətə böyük töhfə olacaq və biz bu istiqamətin böyük pərəstişkarlarıyıq. Konfrans çərçivəsində
tibb bacılığı xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, etik və tənzimləyici məsələlərə, həmçinin ictimai səhiyyə istiqamətində tibb bacılarının rolunun gücləndirilməsinə xüsusi diqqət ayrılıb. Panel müzakirələri və işçi görüşləri keçirilib. Burada iştirakçılar regionda tibb bacısı kadr çatışmazlığı, praktik təhsil və peşəkar inkişaf məsələlərini müzakirə ediblər. Tədbir çərçivəsində yerli tibb müəssisələri ilə əməkdaşlıq memorandumları da imzalanıb ki, bu da tələbələrin klinik praktika və məşğulluq imkanlarının genişlənməsinə dəstək olacaq.